Demək, Amerikada bir təşkilat var, belə xeyriyyəçi işlərlə məşğul olur. Gedir xəstəxanalara, tapır o xəstələri ki, onların barəsində həkimlər qərar verib ki, 2 ay yaşayacaqsan, 6 ay yaşayacaqsan, 1 il yaşayacaqsan. Yəni, ölümünə hökm verib həkimlər. Bu xəstələri tapırlar və onlarla söhbət edir, onlara təsəlli verir. Sonra deyirlər ki, gəlin bir eksperiment keçirək. Filan yerdə bir kasıb var, sənin də milyonların var. Ona bir ev al, hədiyyə elə, evi yoxdur. Bax, gör o necə sevinəcək və nə qədər sənə dua eləyəcək. Sonra baxaq görək, onun bu sevinci, sənə dua etməsi, sənin də ona baxıb əhval-ruhiyyənin dəyişməsi sənin xəstəliyinə təsir edəcəkmi? Dəfələrlə bunu edirlər və bir çox xəstələr həyata qayıdır, bir çoxlarının da ömrü həkimin dediyi vaxtdan qat-qat çox uzanır. Bunu da qeyri-müsəlmanlar öz ağlı ilə, öz təcrübəsi ilə bunu edir, lakin biz bunu hədislərdən bilirik. Peyğəmbər sallallahu aleyhi ve sellem'in hədislərindən xəstələrinizi sədəqə verməklə müalicə edin.